Selva. Bugün Mart'ın 23'üdür. Biz Akşehir'dəyik. Görürsünüz 20 derecədir. Salam mənim əziz izləyicilərim. Bizlə yenə Cahangirdir və Səiddir. Və bu ticarət mərkəzi mən sizə göstərmişdim. Bugün uşaqlarla gəldik. Yenə də bu körpüyə gəzməyə. Mən gəlmişəm, uşaqlar birinci dəfədir gəlir. Ümumiyyətlə Akşehir'də gəzməyi biz çox xoşlayırıq. Sakit, güneşli hava. Liftlər də var bu körpüdə. Amma işləmirlər elə ki. Bugün kısa video çektim. Ama kanalda bu körpüden video var. Bakabilirsiniz. Orada metro dikilir. Bakın burada. Akşehir metrosu. Neyse çekilişiydi burada. Cahangir gel. Korkma. Burada ise hele ki görsünüz ne kadar çok təmir işleri gelir. Buralar abadlaşacak. Burada da maraqlı mekanlar olacak. Hoşunuza geldi uşaqlar? Şəhərə, bulvara. Görürsünüz, burada Mirvari kafesi görsənir. Böyle bir görüntü. Bu kafe değil, bu Deniz Mall'du, Deniz Mall. Liftler hele işləmir. Hele işləmirlər. Təəssüf ki. Najmi da işləmir. İndi aşağıdaki yeni installasiyalar var. Onları da çəkək. Onlara da baxaq. Biraz gəzək burada. Köprünün altına düştük. Burada da böyle saat installasyası var. Yeni böyle uğraştırıblar. Bu da hansı saat? Heykel Taraş'ın əsəridir. Təəssüf ki adı yadımda qalmayıb. Burada da görmürəm ki haradasa yazılsın. Ve köprünün altındayıq. Ve bu kosmonavt da yenidir ama bu yukarıda da var. Yukarıda biznes merkezinin önünde de var böyle kosmonavt. Böyle maraqlı ağaçlar əkilib. Təəssüf ki
yazısı yoktu. Ne ağaçları. Çehray magnoliyadır. Belki görürsünüz. Gül açmayıp ama artık bakın. Yakınlarda açacak. Çok qəşəng olur. Любимый ваш fontan. Bakın. Yayda çok qəşəng burada biri uşaqlar qaçır ora bura. Keçəncə islanırlar. Ağ magnoliyada elə ki amma tumurcuqlar görmürəm. Mayda açır, mayda, iyunda. Çok qəşəng ağ gülləri olur. Bunları da çox çəkmişəm, kanalda var.